Salam dəyərli izləyicilər, mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bu gün də kanalımızda çox maraqlı bir mövzu haqqında danışacağıq. Əvvəllər illərdir bir yerdə çalışdığımız və hal-hazırda Bakı Dövlət Universitetinin psixoloqu olan İlkənə xanım İmran studiyamızdadır. İlkənə xanım, xoş gəlmisiniz ilk öncə studiyamıza. Biz bilirik ki, mövzunu ilk öncə belə qurmaq istəyirəm, sualı belə qurmaq istəyirəm. Biz bilirik ki, eşitmə cihazını hamı normal şəkildə taxmır. Yəni, eşitmə zəifliyini hamı normal bir nəfər kimi qəbul eləmir. Yəni, elə insan var, onu normal, adi hal kimi qəbul edir. Elə insan var ki, bu eşitmə zəifliyi bunda aşkarlananda, məsləhət görüləndə ki, bu eşitmə cihazı taxmalıdır. Bu, bəzən ruh düşkünlüyü də olur, bəzən taxmaq istəmir də pasiyentlər. Bax, ilk sualım elə ondan ibarət olacaq ki, niyə insanlar eşitmə zəifliyi yaranıbsa, eşitmə cihazı taxmalıdırlarsa, niyə taxmırlar? Niyə taxmaqda çətinlik çəkirlər? Niyə eşitmə cihazı taxmağı qəbul etmək istəmirlər? İstəyirdim biraz bu mövzu, psixoloji faktorları önə çəkərək bu mövzu haqqında danışaq, bu sual haqqında danışaq. Daha sonra da başqa suallarımız olacaq, onlar haqqında da ətraflı məlumat verərsin inşallah. İlk öncə onu qeyd etmək istəyirəm ki, eşitmə cihazından istifadə etməyə çətinlik çəkən insanlar daha çox utanma hiss edə bilir, narahatlıq hiss edə bilir. Cihazdan istifadə ilə bağlı müəyyən narahatlıqlar baş verə bilir həmin insanlarda və bu narahatlığın kökündə adətən cihazın özü yox, daha çox belə deyək, onun insan üçün simvolik mənası dayanır. Yəni bu eşitmə cihazı onun üçün hansı mənanı ifadə edir? Bu daha çox insanlar narahat eləyir ki, məsələn, belə deyək, insanlar bu cihazı sadəcə bir texniki vasitə kimi qəbul etmir. Eyni zamanda onlar düşünür ki, mən artıq əvvəlki kimi deyiləm və bu düşüncə onları biraz daha çox özünə qapanmağa gətirib çıxara bilir. Bu özü də bir neçə psixoloji maneə ilə əlaqəli baş verir. İlkin olaraq qeyd edə bilərəm ki, stigma və sosial etiketlənməni bura aid edə bilərik. Belə deyək, cəmiyyət əvvəllər eşitmə problemini daha çox yaşlılıqla, zəifliklə əlaqələndirdiklərinə görə insanlar düşünür ki, mən artıq cihaz istifadə eləyirəmsə, demək ki, məndə hər hansı bir problemlər var. Və bu da bizə onu göstərir ki, əslində problem cihazın özündən qaynaqlanmır. Daha çox etiketlənməkdən qaynaqlanan bir problem. Bundan başqa inkar mexanizminin aktivləşməsini biz müşahidə edə bilərik. Daha çox müəyyən yaşdan sonra eşitməklə bağlı problemlər yaşayan insanlarda daha çox müşahidə edirik ki, ilkin dövrlərdə eşitmənin zəiflədiyi o ilkin dövrlərdə sanki bunu özlərini qəbul etmək istəmirlər. Sadəcə bir anlıq baş verdi. Belə deyə artıq özlərindəki problemi zaman baxımından daha da gecikdirə bilirlər və nəticədə problem biraz daha çətin vəziyyətə gəlib düşmüş olur. Bu da insanın o özü ilə bağlı tamlığının itirilməsi, fiziki, psixoloji olaraq insanı narahat etdiyinə görə o inkar mexanizmi bu şəkildə rol oynayır. Bundan başqa orta yaşlı insanlarda daha çox eşitmənin itirilməsinin yaşlılıqla assosiasiya olunması da bizə qarşımıza çıxan maneələrdən biri kimi dəyərləndirə bilərik bunu. Çox gözəl cavablandırdınız İlkənə xanım. Təşəkkür edirəm bu cavaba görə. Və biz özəlliklə bugün sizi dəvət eləməkdə məqsədimiz odur ki, yəni bir eşitmə cihazı mütəxəssisinin dedikləri ayrı, professional bir psixoloqun bu mövzuya baxış açısı, baxış tərzi tamam ayrıdır. Ona görə sizin cavablarınız daha belə deyək də dolu-doludur, daha aydın şəkildə də ona görə biz istədik sizi dəvət edək. Biz daha çox praktikada görürük, müştəri suallarından, müştəri cavablarından görürük ki, məsəl üçün deyir ki, bizim bir müəllimimiz var idi, Slavyan Universitetində işləyirdi. Deyir ki, mən eşitmə cihazı taxmağı qəbul eləmirdim və dərsdə auditoriyada deyirdim ki, heç kim mənə sual verməsin, eşitmir axı. Deyir, dərs bitər, sonra deyir, yazılı şəkildə gətirin, verin, hamınızın sualını cavablandıracağam. Sonra biri deyir ki, məclisdə bir xeyirdə, şərdə kimsə deyir, nəsə deyirdi, eşitmirdim, yalanla başımı belə-belə edirdim ki, eşitdim. Bu kimi problemli narahatçılıqlar olurdu. Bəs yaxşı, eşitmə cihazı istifadə etməmək bir müddət sonra nə kimi narahatçılıqlar yarada bilər bu pasiyentlərdə? Yəni, belə deyək də, özünə güvəninə necə təsir edə bilər, öz güvəninə necə təsir edə bilər bu insanlarda, onlar haqqında istəyirdim biraz da məlumat verəsiniz.
Əslində eşitmə cihazından istifadə etməmək yalnız səsləri eşitməmək ya da az eşitmək deyil. Bu eyni zamanda özgüvənə də təsir eləyir, insanın sosial əhatəsinin də zəifləməsinə təsir eləyir və bu baxımdan məsələn gündəlik həyatda qeyd elədiyiniz kimi söhbətlərdə artıq ya misal deyək də ki, ya təkrarlamasını, qarşı tərəfin dediyi sözləri təkrar etməsini istəməli olurlar və yaxud da bəzən tamamilə susmağı seçirlər, heç bir ünsiyyətə girməməyə başlayırlar və bu insanın ünsiyyətdən daha uzaqlaşdırır. Aktiv ünsiyyətdən uzaqlaşmaq da insanı bayaq da qeyd elədiyiniz misaldan da görə bilərik ki, sosiallaşmasına təsir eləyir, insanlara əlaqəsinin zəifləməsinə, münasibətlərinin zəifləməsinə gətirib çıxara bilir. Çünki birdən hardasa yanlış cavab vermiş ola bilərəm və yaxud da səhv anlamış ola bilərəm qorxusu ilə özünə qapanma halları baş verir və bu birbaşa olaraq insanın özgüvəninə də təsir eləyir. Çünki bizim sosial mühitimiz, sosial əlaqələrimiz nə qədər qüvvətli olarsa, özgüvənimiz də onun qarşılığında eyni qədər artmağa meyillidir. Lakin tam əksinə, artıq sosial çevrə zəifləyirsə, ünsiyyətdə daha az girməyə başlayıramsa, bu mənim özümə qapanmağıma və öz inamımın da aşağı düşməsinə gətirib çıxara bilir. Çox gözəl İlkay xanım. Düzdür, bizim pasientlərimizin də ən çox dediyi bir dəfə, 2 dəfə, 3 dəfə təkrarladıram. Axırda həm özüm bezirəm, həm qarşı tərəfi bezdirirəm deyənə ünsiyyətdən çəkinirəm, özümə qapanıram. Bunlar da artıq stres, artıq narahatçılıq, baş ağrısı və bəzi problemlərə gətirib çıxardır. Bəs yaxşı, bu psixoloji bariyeri aşmaqda insanlara necə dəstək ola bilərik? Ola bilərikmi? Bu haqda istəyirdim biraz məlumat verəsiniz. Yəni hamı məcbur şəkildə taxmalıdırmı? Yoxsa əgər narahatçılığı varsa, necə ki biz eşitmə cihazı uşağa taxandan sonra istəyirik ki 5 ay, 6 ay, 1 il loqoped surdoloq yanına getsin ki, nitqində təhriflərə yol verməsin. Eşitmə cihazı istifadə etmək istəməyənlərə bir psixoloji dəstək lazımdırmı, gərəklidirmi? Bu haqda zəhmət olmasa biraz da məlumat verərdiniz. Burada ən vacib məqam budur ki, biz məcbur etmədən duyğularını, düşüncələrini və yaxud da hisslərini anlayaraq, yəni qəbul edərək artıq onu normallaşdırmağa çalışmaqdır. Çünki insan bunun bayaq da qeyd elədiyimiz kimi zəiflik kimi görməyə başladığına görə ondan imtina etməyə daha çox meylli olur. Lakin bir mütəxəssis kimi istər belə deyək, ilk öncə siz onlarla qarşı-qarşıya olursunuz. Yəni bir eşitmə mütəxəssisi kimi ilk yardımı, dəstəyi siz onlara verə bilərsiniz ki, bu bariyeri aşmaqda onlar belə deyək, köməklik ilk sizdən alırlar. Daha sonrasında ehtiyac qalarsa, artıq biraz daha çox professional, yəni daha doğrusu mütəxəssis dəstəyinə ehtiyac olarsa, psixoloqlar da bunlarla işləyə bilir. Amma ilk öncə, ilk addım olaraq onların hisslərini qəbul etmək önəmlidir. Çünki belə deyək, bunun sənə çətin gəldiyini başa düşürəm kimi yanaşma onlarda müqavimət hissini biraz daha azaltmağa kömək eləyir. Yəni insan başa düşür ki, artıq onu anlayan biri var, onun hisslərini anlayan biri var qarşısında. İkinci addım budur ki, biz cihazı onlara bir çatışmazlıq kimi yox, funksional dəstək kimi təqdim etməliyik. Yəni bu sənin hər hansı bir çatışmazlığının göstəricisi yox, sənə funksional dəstək verə biləcək bir vasitədir. Bu şəkildə yanaşdıqda, məsələn, görməmizdə hər hansı bir problemlə qarşılaşdıqda necə ki eynək taxırıq və biz görməmizi dəstəkləyirik, eyni məntiqdən də eşitmə cihazı çıxış eləyir. Yəni biz burada da hər hansı bir maneə ilə qarşılaşırıqsa, demək ki bu cihazda istifadə etməyimiz necə ki eynək taxırıq, onun qədər normaldır. Bu şəkildə yanaşma dediyim kimi yenə də həmin şəxsin müqavimətini biraz daha aşağı salmağa kömək eləyir. Üçüncü mərhələdə isə daha çox kiçik adaptasiya mərhələləri yaratmaq lazımdır. Yəni biz cihazı birbaşa ilk olaraq istifadə edən insandan tam gün istifadə etməsini gözləməyimiz biraz o qədər də real gözlənti deyil. Yaxşı olar ki, kiçik belə deyək, addımlarla, yəni özünü daha rahat hiss elədiyi mühitlərdə, ailə mühitində ola bilər, gün ərzində daha qısa müddətlərdə istifadə edərək artıq onlar cihazın onlar üçün təhlükə deyil, dəstək verən bir vasitə olduğunu qəbul eləyəndən sonra daha geniş çevrələrdə, daha geniş mühitlərdə də həmin o cihazdan istifadə etmək onlar üçün asanlaşacaq. Amma birdən-birə artıq onlardan bütöv gün tam olaraq belə deyək, istifadə etməni gözləyəndə hardasa ilk istifadə olduğu üçün daha çox çətinliklə qarşılaşa bilərsiniz. Düzdür. Kənan xanım, ən çox bizim pasientlərin narahatçılığı deyim ki, %80, %90%
qəbul etmək istəməyən pasientlərdə nə olur? Deyir, mənə ətraf təsirlərdən danışırlar. Ətrafdan mənə kar deyəcəklər. Mənə deyəcəklər bu da eşitmir. Və burada bir paradoks yaranır. Mən həmişə gülə-gülə deyirəm ki, əslində siz eşitmə cihazı taxmasaz sizə kar deyəcəklər. Artıq siz korreksiya eləmiş olursunuz bu eşitmə cihazı taxaraqdan. Artıq eşidirsiniz, eşidən adama heç kim kar demir. Heç kimə də lazım deyil ki, bir insanın o zəif nöqtəsi ilə onu lağa qoysun. İndi günümüzdə elə bir dövrdür ki, heç kimin belə deyək də zəif nöqtəsi ilə onu lağa qoymur, onu gülüş obyektinə çevirmir. Bu insanlar isə tam əksini fikirləşirlər. Ətrafdan mənə nə deyəcəklər, mənə necə baxacaqlar, hətta ağlayırlar, mən taxmaq istəmirəm. Mən həmişə deyirəm ki, valideynlər əsasən də oğlu, qızı, atasını, anasını gətirəndə mən həmişə deyirəm ki, baxın, əgər bu adam taxmaq istəmirsə, onsuz da taxmayacaq. Siz nə qədər pul versəz də, bunu alsaz da, bu neçə ildir gəlmək istəmir, mən bunu məcbur gətirmişəm. Biz neçə vaxtdır danışırıq. Burada artıq psixoloji fakt önəmli rol oynayır. Ona görə də, yəni birinci eşitmə cihazına hazır olmalıdır. Necə ki, sizin dediyiniz kimi, eynək taxmaq bir ayıb deyil də, yəni gözdə zəiflik varsa taxıb, görməmizi yüzə qaldırıq. Eşitmə cihazının indi Allah şükür günümüzdə görünməyən eşitmə cihazları da var, görünənlər də var. Kimə hansı istəyirsə, kompleksi olan adam görünməyən taxır, kompleksi olmayan adam da qulaq arxası eşitmə cihazlarından istifadə edə bilir. Bəs yaxşı, kiçik motivasiya olaraq nə edə bilərik? Bax, kiçik motivasiyalar. Yəni tamam biz dedik, dəstək olduq ki, siz eşitmə cihazı taxanda eşitməniz yüzə qalxacaq. İlk öncə siz dediyiniz kimi biz daha çox oluruq ünsiyyətdə. İlk gördükləri adam biz oluruq bu sferada. Taxsaz 100% eşidəcəksiniz. Eşitmədikcə eşitməniz zəifləyir. Taxandan sonra zəifləmə dayanacaq. Ünsiyyətdən çəkinməyəcəksiniz. Televizorun səsini qaldırırdıqsa 80-90 kiçik motivasiyalar veririk. Amma bir psixoloq daha çox 1-2-3 cümlə ilə nələr desə, bu adam 180 dərəcə dəyişə bilər. Yəni bunun eşitmə cihazına baxış açısı. Yəni nə desək, yəni psixoloq ona nə desə daha effektiv olar. Yəni bunlardan istəyirəm 1-2-3 cümlədə bu haqqda danışaq. Burada ən böyük səhv eşitmə cihazı istifadə edən və yaxud da istifadə edəcək insanı utandırmaq, qorxutmaq və ya onu məcbur etməkdir. Çünki daha çox empatik yanaşma, daha sağlam ünsiyyət forması olaraq biz motivasiya yönümlü ünsiyyəti seçiriksə, daha çox empatik, hörmətli və daha çox nəticə yönümlü yanaşmalıyıq. Yəni insan artıq o qorxularını kənara qoyub nəticənin nə olduğuna fokuslanması biraz daha çox o yarana biləcək o müqavimətin qırılmasına kömək eləyir. İlk öncə biz problemi yox, daha çox həyat keyfiyyətini önə çəkməliyik. Cihazı taxmalısan deyil, bu cihazdan istifadə edərsənsə daha rahat şəkildə ünsiyyətə girə bilərsən kimi yanaşma daha çox yanaşma üsulu hesab olunur. Yəni insan orada məcburiyyəti deyil, əgər ondan istifadə eləyərsə, o cihazdan istifadə eləyərsə, nəticənin nə olduğunu və pozitiv nəticə olduğuna görə ona fokuslanması müqavimətin qırılmasına və onu daha çox təsir eləməsinə kömək edə bilər. İkinci mərhələ budur ki, biz daha çox insanın öz ehtiyacını özünün anlamasına şərait yaratmalıyıq. Yəni məcburiyyətlə sən bunu mütləq istifadə etməlisən şəklində yox, daha çox sual verə bilərik ki, gündəlik həyatda hansı çətinliklərlə qarşılaşırsınız eşitməklə bağlı, hansısa çətinliklə qarşılaşırsınız və bu çətinlik sizə gündəlik həyatda nəyi məhdudlaşdırır? Artıq burada insan fokuslanır öz ehtiyacına. Cihazı nəyə görə istifadə eləməliyəm? Bu suallar onu düşündürdükcə artıq biraz daha çox cihazdan istifadə etmə onlar üçün asanlaşmış olur. Üçüncü mərhələdə əgər müqavimət görürüksə, daha çox məcbur etmə deyil, onun duyğularını, qorxularını adlandırmağa kömək eləməliyik. Çünki insan onun anlaşıldığını hiss eləyəndə, qorxularının nə olduğunu ifadə eləyəndə daha rahat şəkildə problemin həlli yönünü daha rahat şəkildə çata bilirik. Bu da insanın o cihazla bağlı qorxularını qırmağa kömək eləyir və biraz daha çox motivasiya yönümlü ünsiyyət hesab olunur. Çox gözəl. Biz İlkəna xanım deməli ən çox da bu uşaqlarda pediatrik eşitmə cihazları hansı ki qulaqdan gəlib götürülür, gedir hazırlanmağa. O müddət ki 4
gün, 5 gün çəkir. Biz valideyni uşağı göndəririk. Deyirik ki, biz zəng eləyəndə sifariş hazır olandan sonra gələrsiniz. Gələn pasiyentə biz görürük ki, çoxsu artıq bir neçə gün ərzində o uşağa onun beyninə artıq yeritməyə çalışıblar. Bəlkə də nəsə bir videolar izlətdiriblər, bəlkə də nəsə ki, yəni sən bunu taxsan daha yaxşı olacaq, sən bunu taxsan daha gözəl olacaq. Bax, sənə təzə yol yoldaşı alırıq, bax gedirik sənə filan şey almağa. Onu belə deyək də pişirə-pişirə, şirin dillə, yəni onu razı salmağa çalışırlar və çox vaxtı da çox müsbət nəticə əldə eləmiş olurlar. Çox valideynlər biz həmişə deyirik ki, bu haqqda mütləq danışılsın evdə. Yəni artıq bilmirəm, bilirsiniz, bu Legolarda belə, yəni oyuncaqlarda belə, artıq Barbie'nin o kuklalarında belə eşitmə cihazı, əlilliyi olan insanlarda o problemlərə biraz daha çox qabarıq şəkildə diqqət çəkməyə çalışırlar. Hətta Barbie oyuncaqları var ki, hansı ki qulağında eşitmə cihazı ilə, Legolar var ki, hansı ki qulağında o diqqət çəkilir orada bir eşitmə cihazının olmağı ilə. Yəni bu tip videolarla və yaxud bu tip oyuncaqları verərək daha çox həvəsləndirmiş olurlar. Böyüklərdə isə mən həmişə deyirəm ki, yəni bu adam əgər taxmaq istəmirsə, taxmayacaq. Biraz zaman verək. Heç olmasa mən 1 ay, 2 ay, 3 ay və marketinq tərəfindən də biz nə qədər desək ki, burada əsas məqam nədir, mən sizə deyim. Sən eşitmə cihazını alsan, sənin üçün nə dəyişəcək? Yəni, sən bunu niyə alırsan? Bir insana bir məhsulu təqdim eləyəndə ondan alacağı xeyri biz əsas ön plana çıxardırıq ki, yəni sən eşidəcəksən, sən təkrarladırdın, cəmiyyətdə uzaqlaşırdın, ünsiyyətdən çəkinirdinsə, indi bu hallar olmayacaq. Yaşlı insanlarda da, yəni mən deyirəm, taxmaq istəmirsə, biraz zaman vermək lazımdır, biraz vaxt vermək lazımdır. Hər gələn, hər eşitmə cihazı, eşitmə zəifliyi olan adam da eşitmə cihazına istifadə edəcək deyə bir şey yoxdur. Çünki bu adam ilk dəfə eşidir, bu adam indiyənə qədər qəbul etmək istəmirdi. Artıq rəqəmlər bunun sübut eləyir ki, artıq bir qulağında 50, bir qulağında 60, hər iki qulağında ağır dərəcəli eşitmə itkiləri var. Yəni qəbul etmək istəmirsə, biraz zamana ehtiyac olduğunu da deyirik. Yəni sizin də sözlərinizdən belə çıxır ki, ən çox, yəni bunun faydaları deyil də, yəni öz ehtiyacının özünün fərqində olması kimi də yəni qeyd eləmək olar. Yəni çox gözəl. Əslində çox gözəl bir yanaşma oldu. Psixoloji tərəfdən də biz bilmiş olduq ki, nələrə diqqət eləməliyik. Biz də danışanda öz cümlələrimizdə əgər eşitmə cihazından istifadə etmək istəmirsə pasiyent, nələr deyə bilərik? Red flag deyirlər də, hansı sözləri, hansı o vurucu məqamı diqqət önünə çəkməliyik ki, insan ikna olsun və yaxud getsin, evdə düşünsün, amma negativ yöndə, pozitiv yöndə ki, yəni özümə biraz vaxt verim, 1 həftə, 10 gün, 2 ay sonra gəlsin, çıxsın. Təşəkkür verdiyimiz suallara, ünvanladığınız cavablara görə. Sonda nə demək istəyirsiniz? Eşitmə cihazı istifadə etmək istəməyən pasiyentlərə bunu da deyək, verilişimizi yekunlaşdıraq. Son olaraq cihazdan istifadə etmək istəməyən, müqavimət göstərən pasiyentlərə onu qeyd etmək istəyərdim ki, cihazdan istifadəni bir zəiflik kimi görmək uyğun bir baxış tərzi deyil. Daha yaxşı olar ki, bunu funksional dəstək kimi dəyərləndirəsiniz və çünki cihazdan istifadə etmək sizin həm həyat fəaliyyətinizi, həyat keyfiyyətinizi, sosial əlaqələrinizin belə deyək, keyfiyyətini yüksəldəcək və sizi daha rahat hiss etməyə, münasibətlərinizin də daha rahat formalaşmasına kömək edəcək. Çox təşəkkür edirəm İlkənə xanım, dəvətimizi qırmadığınıza görə. Xatırladım ki, studiyamızda İlkənə xanım idi, Bakı Dövlət Universitetinin psixoloqu və sizinlə mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı idi. Əgər videomuz xoşunuza gəldisə, like edib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın. Sağ olun.